Pezeşkiyan məsələsinə özəlliklə toxunmaq istəyirəm. Pezeşkiyan da artıq millətimiz kimi bu günlərdə, bu həftələrdə qərarını verməlidir. İran siyasətində edə biləcəyi, yapa biləcəyi bir şey yoxdursa, əlindən bir şey gəlmirsə, əli qolu bağlıdırsa, bir kərə bir kənara çəkilib Təbrizə gəlməlidir. Millətin içinə gəlib, millətinə qoşulmalıdır. Böyük Şəhriyarın şeirindən bir bənd deməyə yaxşı olar. Tehranın qeyrəti yox Şəhriyarı saxlamağa. Gəlmişəm Təbrizə qoy yaxşı yaman bəllənsin. Pezeşkiyan da eyni şəkildə. Gerçəkdən əli qolu bağlıdırsa, bir iş edə bilmirsə, bu çox kritik anlardır. Qərarını verib Təbrizə dönməlidir, millətin içinə dönməlidir, gəlməlidir, Təbrizdə oturmalıdır ki, yaxşı yaman billənsin, yaxşı yaman bəllənsin Şəhriyar demişkən. Və bu hər kəs üçün, özəlliklə də hakimiyyətin içində olan bir sürü bizim Azərbaycanlılar var. O Azərbaycanlılar üçün də çox kritik məqamdır. Bu Azərbaycanlıların bir an öncə öz millətinə qoşulmaları, öz milli hərəkatlarına qoşulmaları vacibdir. Özəlliklə Qərbi Azərbaycanın İraqla olan sərhəddir. O bölgədə bilirsiniz, bugün Kürd terörist qüvvələri Suriyedən belə toplanmışlar, gəlmişlər. Orada onların çirkin planları var. Bu planların qarşısını almaq üçün o bölgədə Azərbaycanda olan Azərbaycanlı əli silahlılar, silahlı qüvvələri, ərteşilər, bəsicilər, sipahilər, bunların hamısı artıq bu rejimin çöküşünü görərək bir an öncə millətinin yanında olmaları, əllərindəki silahlanan Azərbaycanlıların, Azərbaycan millətinin yanında durmalı ki, gələcək olası ehtimali belə senaryoların, çirkin senaryoların qarşısını alsınlar. Bu addımı atarlarsa, millət onları dünən etdikləri yanlışlıqlara görə, iştibahlarına görə, yanlışlıqlarına görə bağışlayar. Ancaq millətin yanına bugün qatılmasalar, millətlə birgə bərabər olmasalar, millət sabah onları bağışlamayacaq. Onlar da qoranlığın içində məhv olur.